Salam dostlar. Az öncə paylaşdığımız sualı izah edirik. Deməli, cümlənin birində o əvəzindən sonra vergül qoyula bilər deyir. Yəni, qoyulmaya da bilər. Durğu şərtləri buraxılmışdır. Bizim qaydamız vardı. O, bu, əgər mübtədadırsa, ondan sonra isim, sifət, say, zərf, modal söz, bir də istisnalarda fe'li sifət. Fe'li sifət gələrsə, vergül qoyular. Digər situasiyalarda o, bu, əgər mübtədadırsa, özündən sonra fe'l və digər köməkçi hissələr gəlsə, vergül qoyulmaz. Bir də əgər o, bu təyin vəzifəsindədirsə, yenə vergül qoyulmaz. İndi baxaq. O sənin ən çox sevdiyi maşındır. Nədir? Maşındır. Nə? O. Mübtəda vəzifəsindədir. Özündən sonra əvəzlik gəldiyinə görə vergül qoyulmayacaqdır. Yəni A variantı getdi. O hadisələri heç vaxt unutmayacağam. Nə edəcəyim? Unutmayacağam xəbər. Nəyi? Hadisələri? Tamamlıq. Hansı hadisələri? O hadisələri. Təyin. Az öncə dedik ki, təyindən sonra vergül qoyulmaz. O əlbəttə bizimlə gələcək. Nə edəcək gələcək? Kim? O şəxsdir, yəni mübtədadır. Mübtədadan sonra modal söz gəldiyinə görə bunun hər iki tərəfinə vergül qoyulacaq. Amma bu bizim cavabımız deyil. Niyə? Çünki burada qoyula bilər. Kəsin hökm istəmir bizdən. O yüzden bu da deyil. O ən çox sənin üçün darıxır. Nə edir? Darıxır. Kim? O mübtəda vəzifəsindədir. Özündən sonra köməkçinin hissəsi gəlib vergül qoyulmayacaqdır. O maşına doğru qaçdı. Nə etdi? Qaçdı. Kim? O mübtəda vəzifəsindədir. Özündən sonra isim gəldiyinə görə vergül qoyulacaq. Amma burada qoyulmaya da bilər. Çünki nə etdi? Qaçdı. Kim? Bilmirəm. Deyək ki, Əhməd. Hara qaçdı? Maşına doğru. Hansı maşına doğru? O maşına doğru. Təyin vəzifəsində olarsa artıq burada vergül işarəsi qoyulmaz. Sualın şərtində də biz gördük ki, deyir ki, qoyula bilər. Yəni, həm qoya bilərəm Y variantında, həm də vergül işarəsini qoymaya bilərəm. Yəni, doğru cavab olacaqdır Y variantı. Buyurun.